Təsəvvür edin ki, 2025-ci ilin ilk 5 ayında ölkəmizə 43 minə yaxın avtomobil gətirilib. Deməli, avtomobil almaq istəyənlər bu xəbərimizi diqqətlə izləsinlər. Maşın bazarındakı vəziyyətdən danışacağıq. Daha dəqiq desək, ölkəyə gətirilən yeni model avtomobillərin bazara təsirindən həm ekspertlərin, həm alıcıların, elə satıcıların da fikrini öyrənmişik. Qardaşına bet götürür, Allah xeyri versin. Sağ olun. Əvvəllər bu bazarda köhnə model avtomobillər üstünlük təşkil edirdisə, bugün mənzərə daha fərqlidir. Artıq bazarda köhnə avtomobillərin yerini yeni nəsil avtomobillər alır. Alıcılar arasında isə fikirlər müxtəlifdir. Elektromobillərdən daha çox, bu köhnə nəsil avtomobillərdir. Yəni benzin mühərriklərə daha çox üstünlük veririk. Biraz baha olsa da, qiymət sərfəli olmasa da elektrona baxanda, amma yenə də Avropa maşını daha yaxşıdır. Elektromobillərə böyük maraq olsa da hələ ki populyar deyil. İdxalda və satışda azalma müşahidə edilir. Amma bunun əksinə olaraq hibrid avtomobillərə həm maraq böyüdü, həm də artıq populyardır. İdxal da artır ilbəil və ölkə daxilində də insanlar avtomobil aldıqda ilk növbədə hibrid avtomobillərlə maraqlanırlar. Hibrid avtomobil almaq imkanları olmadıqda ondan sonra benzin və dizel mühərrikləri avtomobillərə üstünlük verirlər. Bu da əslində sevindirici haldır. Alıcılar bugünkü gündə var. Daha çox elektromobil, plug-in hibrid, bu maşınlara daha çox üstünlük verirlər. Çindən gələn maşınlar hal-hazırda satışı daha çoxdur, daha yüksəkdir. Çin maşınları da belə gəlir xanım, qiymətlər düşür da, yəni gəldikcə düşür. Məsəl üçün maşınlar 15 min idin də olub 10 min alan yoxdur. Çin maşınlarına tələbat ancaq onlardır. Yarı sata bilmirik. 30 minlik maşını bugün 15 minə sata bilmirik. 2025-ci ilin ilk 5 ayında ölkəyə 42.786 ədəd avtomobil idxal olunub. Bu, keçən illə müqayisədə 20,3% çox deməkdir. Elektromobil idxalındakı fərqi isə 38,6% çox təşkil edir. Bazar müşahidələrindən belə aydın olur ki, əvvəllər daha çox tanınmış, sınanmış markalara üstünlük verilirdisə, indi yeni brendlərə üstünlük verilir. Lalə Allahverdiyeva, Şəfiq Hüseynova, Rüstəm Abdullayev, Zaur Dadaşov, ASTV Xəbər.